Vüqarın bir sözü var idi Nail. Bəli, bəli. Onu da oxuyurdum YouTube'da, hirslənirdim. Gəlib deyirdim ki, Vüqar belə yazırlar, elə yazırlar, belə filan. Deyirdi ki, dalaşma heç kiminlə. Yaxud da məndən soruşurdular, Vüqar namaz qılır. Vüqar belədir. Deyirdim ki, Vüqar namazında, ibadətində heç mənə vaxt ayırmağa vaxtı yoxdur. Yox, bir narkotik nədir ki, falandır, filandır. Bunu danışan ağzı yansın. Belə deyərdim örpəyin başına, amma nə baş o baş deyil, nə gedən o gedən deyil. Yəni, o yerdə görmürəm ki, onlara qarğış edeyim. Allah onsuz da görür. Onları rəzil rüsvaydılar onsuz da ki, bu işlə özlərinə bir iş gördüklərini hesab edirlər. Deyir ağzı əyilir, ay oğraş, sən də məni bağışla, izləyənlərdən dönə-dönə üzr istəyirəm. Sən mənim üzümün işini görmürsən ki, ya, mənim üzüm nə gündədir, əlbəttə ki, ağzım əyiləcək, ay başıma gəlsin. Təsəvvür edin. Ay şərəf. Bəli, siz makyajda çıxsaydınız, bəzənib düzənib çıxsaydınız. Ona da bir söz eləyəcəklər. Mən onlar üçün yaşamıram, heç vaxt onlar üçün yaşamamışam ki, mən onlar üçün ya bəzənim, heç mənim maraqlı deyil, maraq kəsb eləmir onların fikirləri, prosto söhbət eləyirik. İndi bax, Vüqar həmişə deyərdi ki, Samirə, əsəbləşmə, hirslənmə. Deyərdi, elə sözü eşitdiyin kimdənsə, qoy onu maşına gətir yanıma. Deyirdi, bax, kim olsun, bax, nə bilim, o ailə adam da ola bilər, adi adam da ola bilər. Heç bir fərqi yoxdur. Yanında da deyirdi, 5 dənə oğlan gətirsin, 10 dənə, kim istəyir gətirsin. Deyirdi, mən həmin adamla, heç vaxt belə sözü Vüqar deməz. Amma gör o nə qədər hirslənirdi ki, bu sözü deyirdi. Deyirdi, mən gedirəm həmin adamla, analizli, testi, nə deyirlər, eləyirəm. Əgər ki, deyirdi, məndə o bir şey çıxsa, o yanında gətirdiyi 5 dənə, 10 dənə oğlanın içində nə istəyir desin mənə. Nə istəyir desin mənə, Vüqar üçün bilirsən nə deməkdir? Bəli, bəli, bəli. O ömrü boyu əmin olmadığı bir sözə görə onu deməz. Deyirdi, yoxsa onun girib evinin içində arvad dediklərini, qadın dediklərini hamısını çıxardacam. Evindən bayra, yəni özü bildi nə demək istəyir. İndi mən də onu deyirəm ki, vallah qeyrətləri varsa, mən qadınam. Mən 2 uşaq anasıyım, madam ki bu mövzu açıldı deyirəm. Ürəyi istəyən adamın ürəyi istəyən yerdə mən ona sübut edirəm ki, o şərəfsizdir. O binamusdur. O Vüqarı istəməyən adamdır. Nə sağlığında, nə dünən, nə bu.